Deməli müəllimlər, bugünkü dərsimiz sosial-emosional öyrənmə olacaq. Sosial-emosional öyrənmənin mahiyyəti nədir? Şagirdlərdə bunu necə inkişaf etdirmək olar? Bu haqda geniş şəkildə danışacağıq. Sosial-emosional öyrənmə biz keçən dərsimizdə keçmişdik. Goleman emosional zəka nəzəriyyəsi, xatırlayırsınız yəqin ki. Golemanın emosional zəka nəzəriyyəsi ilə əlaqəlidir və hər ikisi demək olar ki, şagirdlərin emosional cəhətdən inkişafına xidmət edir. Ümumiyyətlə, məktəblərdə elə biz öz təhsil dönəmimizdə xatırlasaq, ən çox şagirdlərin akademik cəhətdən inkişafına fikir verilir. Yəni, valideynlərin məktəbdən gözləntisi olur ki, övladım getsin, öyrənsin, KSG-si, BSG-si yaxşı olsun. Çox təəssüf ki, çox zaman bu cür olur. Və yaxud da müəllimlər çox zaman nə edir? İbtidai sinif müəllimləri. Hətta texnologiya dərsində, rəsm dərsində, fiziki tərbiyə dərsində belə şagirdlərə fikirləşirlər ki, onları çox zaman önəmsəmirlər. Hətta bəzən əsas fən kimi yox, yəni əsas fən də deməyək, yəni artıq bəzən lazımsız fən kimi qəbul edirlər, çox təəssüf. Və düşünürlər ki, ancaq şagird ana dilini eləməlidir, riyaziyyatı eləməlidir. Amma bu təbii ki, doğru deyil. Məktəb yalnız şagirdlərə akademik təhsil verməməlidir. Eyni zamanda akademik təhsillə bərabər, akademik biliklərin mənimsədilməsi ilə bərabər, həm də şagirdləri fiziki və emosional baxımdan inkişaf etdirməyə xidmət etməlidir. Məsələn, düşünək elə öz məktəb dönəmimizi düşünsək, fiziki tərbiyə dərsi olanda çox sevinirdik ki, bu günə fiziki tərbiyə dərsi var. Amma çox zaman müəllimlər nə edirlər? Fiziki tərbiyə dərsində dediyim kimi ya riyaziyyat eləyəcəklər, ya ana dilini eləyəcəklər. Bu şagirdə nə qədər mənfi təsir göstərmiş olacaq, onu düşünək. Əlbəttə, şagird evdən çıxanda düşünür ki, bugün gedəcəm fiziki tərbiyə dərsində voleybol oynayacağam, və yaxud da rəsm dərsində filan rəsm çəkəcəm. Həmin o xəyallar qura-qura o həvəsdən dərsə gəlir, amma biz onları ancaq akademik cəhətdən yüklədikdə onlara emosional baxımdan gərginlik vermiş oluruq. Ona görə də nəinki akademik cəhətdən, həm də qeyd elədiyimiz kimi fiziki və emosional baxımdan şagirdləri inkişaf etdirməliyik. Biz Golemanda emosional zəka nəzəriyyəsində də danışdıq. Özünü dərk etmə nədir? Özünü idarə etmə, sosial məlumatlıq, empatiya, ünsiyyət bacarıqları və qərar qəbul etmənin məsuliyyətini daşımaq. Bunlar sosial-emosional öyrənmənin mahiyyətidir. Hansı ki, biz burada özünü dərk etmədik, empatiyadır və s. Biz bunu Golemanda da, emosional zəka nəzəriyyəsində də öyrənmişdik, düzdürmü? Özünü dərk etmə deyəndə dedik ki, insan öz hisslərindən agah olur. Məsələn, deyəndə filan hadisə zamanı sən həyəcanlanırdın. Burada özünü necə hiss etdin və yaxud da filan məsələdə filan kəsin sənin xətrivə dəyməyindən sən hansı hissləri keçirdin? Yəni, şagird özünü dərk edirsə, artıq hisslərindən agah olur. Və yaxud da özünü idarə etmə nədir? Hər hansı bir məqsədi zamanı özünü idarə edə bilir. Məsələn, deyək ki, sabaha ev tapşırıqlarını hazırlamalıdır. Hər hansı bir yoldaşa çağırır ki, gəl oynayaq. O özünü necə idarə edəcək? Və yaxud da hər hansı bir konflikt yaranan zaman özünü necə idarə edəcək? Sosial məlumatlıq, empatiya, yəni başqalarının hissini anlamaq, başqalarının yerinə özümüzü qoymaq, başqalarının hissindən agah olmaq, empatiya hissi. Bunlardan keçən mövzumuzda da danışmışdıq. Və yaxud ünsiyyət bacarıqları. Ünsiyyət bacarıqları yalnız bəzən ünsiyyət deyəndə elə bilirlər ki, elə ancaq ünsiyyət danışmaqdır. Xeyr, ünsiyyət bacarıqları danışmaq, dinləmək hər bir ünsiyyət bacarığına aiddir. Eyni zamanda qərar qəbul etmənin məsuliyyəti. Biz şagirdlərdə qərar qəbul etmənin məsuliyyətini formalaşdırmaq üçün, doğru düzgün qərarlar verməsi üçün onlarda tənqidi təfəkkür inkişaf etdirməliyik, təhlil etmə bacarıqlarını inkişaf etdirməliyik. Sosial-emosional öyrənmə mühitini biz necə qurmalıyıq? Bu haqda danışaq. Təbii ki, biz şagirdlərə aydın təlimat verməliyik.
hər hansı bir məsələdə biz şagirdlərə həyati situasiyalardan nümunələr gətirə-gətirə aydın təlimatlar verməliyik və bu zaman şagirdlərdə hər bir şey daha aydın təsəvvür yaranmış olacaq, daha real mənimsəmə baş vermiş olacaq və şagird də məsələdən daha yaxşı agah olmuş olacaq. Sinifdə pozitivlik mədəniyyətinin yaradılması. Sinifdə pozitivlik mədəniyyətinin yaradılması nə deməkdir? Təbii ki, biz şagirdlərlə necə pozitiv olarıqsa, şagirdlərdə necə pozitiv mədəniyyət formalaşdırarıqsa, biz bunu gələcəkdə də onların öz ətrafdakılara münasibətində onun aydın şahidi olmuş olacaq. Məsələn, deyək ki, müəllim hər hansı bir şagirdi lövhəyə çıxardıb, məsələn, tapşırıq elətdirir. Tapşırıq eləyən zaman soruşur şagird yoldaşlarından, siz yoldaşınızın tapşırığında hansı səhvləri gördünüz? Bu cür yanaşma mı doğru olar? Yoxsa siz yoldaşınızın tapşırıqlarında hansı doğruları gördünüz? Doğruları göstərin deyə müraciət eləsək daha doğru olar. Əslində, eyni nöqtəyə gəlib çıxsaq da, amma bizim ifadə etdiyimiz sözlərdən çox şey asılıdır. Məsələn, uşaqlara səhvi deyəndə ki, səhvi göstər, bu zaman şagirdlərdə elə bir emosional durum formalaşmış olur ki, sonra elə onlar həyatı boyu hər kəsə səhv axtarmağa başlayırlar. Ancaq səhvi görməyə çalışırlar. Sonra yoldaşlarına da belə olur, evdə də belə olur və bu cürdə formalaşa gedir. Amma biz deyəndə ki, yoldaşınızın tapşırığında doğruları sadalayın, şagird də sonra insanlarda doğru xarakteri görür, doğru hər hansı bir yoldaşında deyək və yaxud da ailədə deyək, gələcəkdə iş yoldaşlarında deyək, hər zaman insanlarda doğruları görməyə çalışır. Çünki bu artıq uşaqlıqdan bu cür formalaşmış olur. Məhz sosial öyrənmə, sosial emosional öyrənmənin də mahiyyəti odur ki, biz şagirdlərə, yəni tək akademik fiziki baxımdan, tək akademik baxımdan formalaşdırmaqdan başqa, həm də emosional baxımdan doğru düzgün formalaşdıraq. Rol model nədir? Rol model, müəllimlər, adından da göründüyü kimi biz şagirdlərə rol model olmalıyıq. Yəni, biz bu günləri şagirdin doğru düzgün şəkildə formalaşmağını istəyiriksə, ilk öncə özümüzə nəzər yetirməliyik. Bugün biz şagirdlərlə münasibətdə etik qaydalardan istifadə ediriksə, zəhmət olmasa filan kəs filan şey gətirə bilərsən və yaxud da xahiş edirəm bunu eləyərdin. Bu cür etik çərçivədə biz etik sözlərdən istifadə edərək danışsaq, əlbəttə ki, bu şagirddə də formalaşacaq. İnanın ki, həqiqətən də bu cür olur. Hətta evində doğru danışıq görməyən uşaqlar belə başlayır doğru düzgün danışmağa. Yəni, bunun illərdir şahidi oluruq da. Ona görə də biz müəllim olaraq şagirdlərimizə rol model olmalıyıq. Və yaxud da müəllimlər, deyək ki, elə İstərsən, bəzən olur ki, hər hansı müəllim, məsələn, lövhədə bir filan tapşırığı eləyir. Olur da ki, indi insanıq, hər hansı bir səhvə yol verir. Şagird səhvi görəndə bildirir ki, müəllim, filan məsələdə səhv elədiniz. Müəllim var ki, bunu doğru düzgün qiymətləndirir. Deyir, çox sağ ol, gəl, sən zəhmət olmasa özün bu səhvi düzəlt, diqqətin üçün çox sağ ol. Müəllim də var ki, əsəbləşir. Sən məndə səhv axtarırsan. Əlbəttə ki, doğru tərzdə münasibət göstərən müəllimin şagirdi də gələcəkdə də doğru münasibət göstərəcək şəkildə şəxsiyyət kimi formalaşacaq. Baxın müəllimlər, siz özünüz də həyat təcrübəniz, aranızda elə tələbələr var ki, həyat təcrübəniz, iş təcrübəniz qat-qat məndən daha üst səviyyədədir. Burada məsələ nədir? Baxın, elə müəllimlər var ki, bu sosial emosional öyrənməni biz niyə tətbiq etməliyik? Elə müəllimlər var, məsələn, akademik səviyyəsi yüksəkdir,
Amma belə lordu dildə desək, özündən razıdır, kobuddur. Bir də var ki, akademik səviyyəsi aşağı ola bilər, amma insanlarla empatiya hissi qurur, insanlarla xoş münasibət göstərir. Hansı bizim üçün daha önəmli olacaq? Hansının hörməti kollektiv arasında daha üstün olmuş olacaq? Əlbəttə ki, insanlar var ki, universitetdə yüksək bal toplayırlar, 600 baldan girirlər, xaricdə təhsil alırlar, yüksək vəzifədə çalışırlar. Amma onlarda sosial, emosional öyrənmə düzgün formalaşmadığına görə, insanlarla doğru münasibət qura bilmədiyinə görə, kobudluq elədiyinə görə, başqalarıyla doğru münasibət qura bilmədiyinə görə, onların o nailiyyətləri insanın gözündə sıfır vəziyyətində olur, sıfıra inir. Ona görə də sosial, emosional öyrənmə şagirdlərə akademik biliklərin mənimsədilməsi qədər vacibdir, olduqca zəruridir. Valideynləri prosesə cəlb edin. Bu nə deməkdir? Biz təlim-tədris prosesində mütləq ki, şagirdlərlə bərabər, həmçinin valideynlərlə də işləməliyik. Çox təəssüf ki, maariflənməyən valideynlər çoxdur. Düzdür, indi valideynlərin prosesə cəlb olunmasında, valideynlərlə doğru münasibətdə təbii ki, məktəb rəhbərliyinin də rolu böyükdür. Amma ən çox biz müəllim olaraq, biz valideynlərlə kontaktda olduğumuza görə valideynlərin maarifləndirilməsi də bizim üzərimizə düşür. Yəni, bəzən olur ki, müəllim valideyni qınayır, valideyn müəllimi qınayır. Bu günümüzdə belədir, düzdürmü? Amma biz müəllim olaraq bizim üzərimizə düşür ki, biz şagirdləri doğru bilib bacarıq mənimsətməklə bərabər, formalaşdırmaqla bərabər, eyni zamanda valideynlərlə işləməliyik. Bunun üçün biz valideyn iclasları təşkil etməliyik. İndi fikirləşəcəksiniz ki, valideyn iclasına gələn varmı? Olmasın, eybi yoxdur. 2 nəfər gəlsin, 3 nəfər gəlsin. Amma bunu tətbiq etməliyik və məsələn, valideyn iclası keçirdik. Bir dəfə sosial, emosional öyrənmədən danışaq, bir dəfə mənəvi inkişaf nəzəriyyəsindən, bir dəfə Piaget nəzəriyyəsindən. İnanın ki, bu valideyndə maariflənmə olacaq və həm məktəb kollektivinə qarşı dəyişəcək, həm evində övladına qarşı dəyişmiş olacaq. Və 2 nəfər, 3 nəfər olsa da, sonra yaxşı xəbərlər tez yayılır. O gedəcək digər valideyn yoldaşına deyəcək. Bu dəfə 2 nəfər gəlibsə, gələn dəfə 5 nəfər olacaq. İnanın, elə müəllimlər var ki, onların valideyn iclasına hamı bir nəfər kimi gəlir. Çünki valideyn iclası ancaq negativləri danışmaq üçün deyil. Biz şagirdlərin mənfisini də, müsbətini də biz valideynə şəxsi ikilikdə bildirə bilərik. Valideyn iclası valideynləri prosesə cəlb etmək üçündür ki, valideynlə işləmək üçündür. Yəni, şagirdi biz doğru düzgün şəkildə formalaşdırmaq üçün eyni zamanda valideynlərlə də işləməliyik. Baxın, son vaxtlar yəqin ki, siz də görməmiş olmazsınız. Bir video rastıma çıxdı. Valideynin biri 5 yaşlı övladını döymüşdü və hətta deyir ki, mən deyir, onun belə bir səs yazısı da vardı. Oxuydan deyir, döydüm. Oxuy deyir, yandırmır axı. Mən deyir, onu deyir, şunuldan başladım döyməyə. Uşağın bədənində də inanın ki, nə qədər damğa izləri vardı ki, yandırıb damğa vurub. Və təbii ki, hüquq mühafizə orqanları bu məsələyə qarışdılar və övladı onun əlindən aldılar. Son hadisə bu bir həftədə baş vermiş hadisədir. Ancaq bu çözümdürmü? İnanın ki, bu cür valideynlər minlərlədir. Uşağı almaq və yaxud da valideynlik hüququndan məhrum etmək bu çözüm deyil. Çünki bəzi valideynlər tərbiyəni sovet modelli tərbiyə metodlarını zənn edirlər ki, biz bu cür cəza tətbiq etməklə uşağı tərbiyə edəcəyik. Amma bilmirlər ki, uşağa nə qədər travma yaşadırlar, nə qədər uşağa ziyan vurmuş olurlar. Amma inanın ki, valideynlər maariflənsə, valideynlərə bir dəfə bu mənəvi inkişaf nəzəriyyəsi, bir dəfə Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsi və s. bu şəkildə maarifləndirmə olsa, həm uşaqlarına yanaşmağa, həm məktəb kollektivinə yanaşma tamamilə dəyişəcəyinə inanın. Şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb etmək. Şagirdləri məktəbdən kənar fəaliyyətə cəlb etmək. Məsələn, deyək ki, şagirdlər hər hansı bir kasıb ailəyə birlikdə
tutalım, yardım eləyirik və yaxud da şagirdlərlə bir yerdə kimsəsizlər evinə gedirik. Onlar özləri nəsə aparırlar, tutaq ki, kimsəsizlər evinə və yaxud da valideynləri olmayan uşaqlara öz oyuncaqlarını verirlər. Biz bu real həyati məsələlərə şagirdləri cəlb etməklə nə qədər onlarda sosial emosional durumun inkişafına gətirib çıxarmış olacağıq. Çünki şagirdlərdə ən çox elə yadda qalan da bu olur. O akademik, o riyaziyyatdır, ana dilidir. Orada öyrəndiyindən daha çox onun bu real həyatda gördükləri ona təsir eləmiş olacaq. Və böyüyəndə də onun o emosional durumuna, mənəvi inkişafına olduqca müsbət təsir etmiş olacaq. Sosial emosional öyrənmə şagird nailiyyətinə necə təsir edir? Təbii ki, sosial emosional öyrənmə, doğru düzgün mühit, sağlam psixoloji mühit, düzgün tətbiq olunduqda, inanın ki, şagirdlərin akademik nailiyyətlərdə yüksəlmiş olur. Biri var ki, müəllim şagirddən kobudluq eləsin, qışqır, bağır, bu tərzdə olsun. Orada şagird nə öyrənəcək? Öyrənmədən daha çox qorxu olacaq. Amma sağlam psixoloji mühit qurulduqda orada akademik nailiyyət də yüksəlir. Çünki müəllimə sevgisindən dolayı, hörmətindən dolayı artıq dərsə məsuliyyətli yanaşmağa başlayır. Davranışların idarə olunmasına kömək edir. Bəli, qeyd elədiyimiz kimi şagird artıq məsələn pozitiv mühit qurmaqla danışdıq və yaxud da həyati real situasiyalardan danışmaq və həyati məsələlərə şagirdi cəlb etmək şagirdin davranışına müsbət cəhətdən təsir etmiş olacaq və bunlar şagirdləri həyata hazırlayır və şagirdlərin doğru düzgün həyati bacarıqlarının formalaşdırmasına xidmət edir. Onlar gələcəkdə də istər iş fəaliyyətində olsun, istər ailə həyatında olsun, hər kəsdən effektiv şəkildə ünsiyyət qurmağı bacarırlar və doğru düzgün əməkdaşlıq etmək bacarıqlarına yiyələnmiş olurlar. Bugünkü dərsimiz müəllimlər çox belə qısa və sadə, asan və maraqlı dərsdir. Biz bugün nə öyrəndik? Ümumi olaraq refleksiya eləyək ki, bugün nə öyrənmişik? Deməli, biz təhsildə sosial emosional öyrənmənin mahiyyəti haqqında danışdıq, özünü dərk etmə, özünü idarə etmə, sosial məlumatlıq, empatiya, ünsiyyət bacarıqları və qərar qəbul etmənin məsuliyyəti haqqında danışdıq. Və şagirdlərdə bunları formalaşdırmaq üçün, şagirdlərdə doğru düzgün sosial emosional öyrənməni inkişaf etdirmək üçün nələrə diqqət etməliyik? Bunlar haqqında danışdıq ki, şagirdlərə aydın təlimat, sinifdə pozitiv mədəniyyət yaratmaq, rol model olmaq, valideynləri prosesə cəlb etmək və şagirdləri məktəbdən kənar fəaliyyətlərə cəlb etmək. Və biz bunları doğru düzgün tətbiq edəriksə, onların həm akademik nailiyyətləri yüksələcək, həm davranışlarını doğru düzgün şəkildə idarə etmiş olacaqlar və bununla da biz şagirdləri sağlam həyata hazırlamış olacaq. Bugünkü yeni mövzumuz müəllimlər bu qədərdir. İndi biz əvvəlki dərslərimizin sorğu-sualına başlayacağıq.